Salam, hörmətli izləyicilər. Bugün hədəfin sınağı olub. Baxaq görək necə suallar salıblar. Görülən işin bu işin görünməsinə sərf olunan zamana nisbəti güc adlanır. N bərabərdir A böl T. Skalyar fiziki kəmiyyətdir, vahidi də vattdır. 1 joule bölünsün saniyə. Cismin çəkisi. Çəki bir qüvvədir və cismin çəkisi dayağa və yaxud askıya tətbiq olunan bir qüvvədir. Yəni cismə tətbiq olunmur. Cismə tətbiq olunan isə reaksiya qüvvəsidir. Bax, o da belə göstərilir. Və çəki qüvvədir, ona görə də dinamometrlə ölçülər. P hərfi ilə işarə olunur, vektorial fiziki kəmiyyətdir. Sərbəst düşmə halında sıfıra bərabər olur və sükunətdə elə ağırlıq qüvvəsi ilə təyin olunur. Yuxarı yönəlmiş A təcili ilə hərəkətdə mg plus A-dır, aşağı yönəlmiş A təcili ilə hərəkətdə mg minus A-dır. Bunlara deməkdə səbəbim odur ki, yadınızda qalsın, yadınıza düşsün. Yəni istəmirsinizsə videonu ötürə bilərsiniz. Üfüqi səthdə düz xətli bərabər sürətlə hərəkət edən cismə təsir edən dartı qüvvəsinin işi 30-dursa, sürtünmə qüvvəsinin işi də təbii ki, mənfi 30 olacaq. Çünki ümumilikdə əvəzləyici qüvvə iş görmür. Axı heç əvəzləyici qüvvə yoxdur. Bərabər sürətlə hərəkətdə A sıfırdır, əvəzləyici qüvvə sıfırdır. Sürətin qiyməti və istiqaməti sabit qalır. Ona görə də sistemin ümumi əvəzləyici qüvvəsinin işi sıfıra bərabər olmalıdır deyə. Biri mənfi 30-dur, biri də müsbət 30-dur. Yəni F dartı F sürtünməyə bərabərdir. Yəni, bu səbəbdən onların gördükləri işdə qiymətcə bərabər, işarəci də əks olacaq. Üfüqi səth üzrə 30 metr böl saniyə sürətlə hərəkət edən cisim tormozlanmağa başlayır. Deməli, yavaşlayan hərəkət eləyəcək. 5 saniyə sonra da dayanıb. A-nı tapa bilərik ya yeri gəlmişkən və 0 bölünsün T-dən 30-u bölərik 5-ə eləyər 6. Sürtünmə əmsalını hesabla. Nə var ki? Yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkətdə Newtonun ikinci qanununa görə F əvəzləyici bərabər MA-dır. F əvəzləyicinin yerinə μmg yaz. Ona MA-ya bərabər elə. M-lər getsin. A bərabər olacaq μg-yə. M də bərabər olacaq A böl J-yə. A-nı hava yerdən tapmadıq. 6 bölünsün J-də 10-dur. Eləyəcək 0,6. Yəni, yalnız sürtünmə qüvvəsi təsir edir də. Ona görə üfüqi müstəvidə sürtünmə qüvvəsinin düsturu μmg bərabər MA. M-lər gedir, A bərabər olur μg-yə. Deməli, radiusu 40 cm veriblər. %40, yəni 0,4 metrdir. Mərkəzi qaçma təcilinin modulunu hesablamağımızı istəyir. A bərabər omega kvadratı R-dir. Omega yoxdur, heç narahat olmayın. Onsuz da omega bərabər fi böl T-dən biz taparıq onu. Elə bu qrafiki görəndə ağlıma o gəldi. 60-ı bölərik 30-a, o da eləyər 2. 2-nin kvadratı vur R-dəki 0,4. O da eləyəcək 1,6. Belə. Kütləsi M sürəti V olan saatın saat əqrəbinin. Tez yazaq. T saat neçə idi? 12 saatdır. 4 saat müddətində. 12 saatda əgər bir dənə dövr eləyirsə, onda 4 saatda nə qədər dövr eləyəcək? 4 bölünsün 12, yəni 3-də 1 dövr edəcək. Və V kökün altında deməli 2-ni çıxardaq mörtəzə xaricinə 1 minus kosinus alfa. Belə bir düstur olacaq. Həmin sürətin dəyişməsi. Bu da hardan gəlir? Kosinuslar teoremindən gəlir də bu. C bərabər, məsələn, 3 bucaqda tutaq ki, bax. A, B, C. Bura alfadır, düzmü? A-nı, B-ni verib sənə, alfanı verib C-ni istəyirsə, sən bunu belə tapırsan. A kvadratı üstəgə B kvadratı minus 2AB kosinus alfa. Kosinus alfa, bax. Həmin şeydir də. Biz də A ilə B-nin yerinə V qoyuruq. Çünki onsuz da çevrə üzrə hərəkətdə sürətin qiyməti eynidir də. Dəyişmir ki. Ona görə hamısına V yazdıq. V kvadrat üstəgə V kvadratı minus 2V vur V kosinus alfa. Və salam. İndi V kökün altında 2 vurulsun 1 minus. Bax, 4 saat ərzində bu 3də 1-in gedir də çevrənin. Bütün çevrə 360 dərəcədirsə, 3də 1-in neçə dərəcə olacaq? 360-ın 3də 1 hissəsini tap. 20 dərəcə, düzmü? Deməli, 1 minus kosinus 120 dərəcə. 1 minus mənfi 2də 1 qoymalıyıq. Bunda 2-lər də gedəcək. V kök altında 3 qalacaq. Tapdıq. Onda impulsun dəyişməsi də M delta V-dir də. Əgər sürətin dəyişməsi V kökdə 3-dürsə, o da olacaq. Impulsun dəyişməsi də olacaq. M V kök 3. Belə bir cavab axtarıram. O da necə yəni yoxdur. Səhvdir bu. MV kökdə 3 olmalıdır. Deməli, kütləni veriblər 20 kiloqram. 200 Newton qüvvənin təsiri ilə hərəkət etdirilir. Səthin sürtünmə əmsalını verib. MMG-dən bir dənə sürtünmə qüvvəsini tez tapaq.
0,2 vurulsun kütlə 20, J'də 10. Olacaq 40 Newton. Cismin aldığı təcildəki heçinə adi sualda F dartıdan F sürtünməni çıxıram. Əks istiqamətlərdə olduğu üçün bölürəm kütləyə. 200 minus 40 bölünsün kütləsi də 20. Aha, bu da olur 8. Dartıdan sürtünməni çıxıb EMA-ya bərabərləşdirərək Newtonun ikinci qanununa görə F əvəzləyici EMA-ya bərabər olmalıdır. Mis kubun kütləsi 81 kiloqramdır. Tili 3 dəfə kiçik olan mis kub. Bax, mis olduğunu vurğulayırlarsa, ağlıva nə gəlir? Sıxlıqla olan bir düstur. M bərabər rho V. Rho qalsın, V-nin yerinə A kubu yaz, çünki kubdan danışır. Onda M A-nın kubu ilə mütənasib olacaq. Bax, 81 idi kütləsi. Tili 3 dəfə azaltdıqsa, 3-ün kubu neçə eləyir? 27 eləyir. Kütlə 27 dəfə azalmalıdır. Yəni 81-i böl 27-yə. Bu da eləyəcək 3. Yəni 3 kiloqram olacaq. Çünki kubu ilə mütənasibdir. 3-cü dərəcəsi ilə mütənasibdir. Til 3 dəfə kiçilirsə, 3 3-ə 9, 9 3-ə 27. Kütlə 27 dəfə kiçilməlidir. Lingə təsir edən qüvvənin təsir xətti ilə lingin dayaq nöqtəsi arasındakı ən qısa məsafə qüvvənin qolu adlanır. F bərabər M böl D. Qüvvə ilə qol tərs mütənasib asılıdır. Cismin impulsunu zamandan asılığı belə verilib. Aha, bax, sən bunu düşün ki, bu elə bil ki, koordinatdır. 4T üstəgəl T kvadratı. Elə bil buradan sürətə keçirsən. Necə ki, sürət koordinatın zamana görə törəməsi idisə, qüvvə də impulsun zamana görə törəməsidir. Buradan keçirsən, olur 4 üstəgəl 2T. Aha, buradan sürətə belə keçirdin də. Deməli, hal-hazırda qüvvəmizin də tənliyi 4 üstəgəl 2T şəklindədir. Vəssalam. T'nin də yerinə 3 qoy. 4 üstəgəl 2 vur 3. O da eləyəcək 10 Newton. Y variantı. Belə. Elə bil törəmə alırsan da. Yəni 4T'nin törəməsi 4 verəcək. T kvadratında törəməsi 2T verəcək. F bərabərdir J, M1, M2 böl R kvadratıdır. Deyir ki, hər birinin kütləsini 3 dəfə azalt. 3 dəfə bunu, 3 dəfə bunu azaltsaq, bu 9 dəfə azalar. Sonra məsafəni də 3 dəfə artır. Məsafənin kvadratı ilə mütənasibdir. Məsafəni 3 dəfə artıranda bu yenə 9 dəfə azalar. Yekunda 81 dəfə azalmış olacaq. Yalnız sürtünmə qüvvəsinin təsiri altındakı hərəkət yavaşlayan hərəkətdir. Sürət get-gedə azalır, ən sonunda da cisim dayanır. Sürtünmə qüvvəsi cismə yavaşlayan hərəkət verir. Mühərrikin faydalı iş əmsalını 50 veriblər. Kütləsi M bərabər 1,5 vur 10 üstü 3 tonda kiloqrama çevirdim. Yükü 1 dəqiqə ərzində T bərabər 1 dəqiqə 60 saniyədir. H da bərabər 25 metr hündürlüyə qaldırır. Mühərrikin gücünü hesablayın. Aha. Necə idi düsturumuz? MGH bölünsün PT vur 100% bərabərdir 50. 1,5 vurulsun 10 üstü 3. J 10'dur. H da 25. Aha, P-ni bizdən soruşur. T-dəki 60'dır. Bərabərdir 50 bölü 100, yəni 2'də 1. Bu tənliyi həll eləməliyik. Olacaq P bərabərdir. 1,5 vur 10 üstü 3 vur 10 vur 25 vur 2 bölünsün 60. İxtisarlarımız getsə. Bu ilə də bunu aparım 3 qalsın. 1,5'i 3'ə böləndə 0,5 eləyir. Yanında da ki 25 qalıb. Bir də ki 10 üstü 3 də qalıb. Aha. Bu da olacaq 25 vur 5 vur 10 üstü 2. Bu da 12,5 mi eləyəcək? 12,5. Aha. Kilovat. Kilovat 12,5 vurulsun 10 üstü 3 watt deməkdir. Yəni ki, belə. Biz də belə aldıq da. 5'i hədə 2 sıfırdan aldım. Düz almışam. Kütlə 40 kiloqramdırsa ağırlığı olacaq 400 Newton. Bu da tərpənməz blokdur. Bərabər sürətlə qaldırılır. Deməli, F əvəzləyici 0'dır, təcil 0'dır. Sürət konstantdır. Ona görə burada elə 400 Newton düşəcək ağırlığı qədər. Sonra eyni ipdə eyni gərilmə olduğu üçün burada elə 400 Newton düşəcək. Aha. İpin sərbəst ucu 0,2 metr və ipi veriblər 0,2. Yükün impulsu. P bərabər MV. O da M 40'dır. V də ki 0,2 götürə bilərsiniz. 8 eləyəcək. Çünki onsuz da tərpənməz blokda qazanc yoxdur axı. İpin sürəti yükün sürətinə bərabər olur.
Kütləsi 5 kiloqram olan cisim 2 saniyə müddətində sərbəst düşür. Aha, deməli V0 sıfırdır. T bərabər 2 saniyədir. Gəlib yerə çatanda sürəti olacaq JT. O da bərabər 10 vur 2 eləcə 20 kvadratı bölü 2 ilə. Yəni 10 vur 2-nin kvadratı bölünsün 2. O da eləyəcək 20 metr. Aha. Sərbəst düşmə zamanı cismin çəkisi sıfıra bərabər olur. Çünki dayaq da yoxdur, askı da yoxdur. Ağırlıq isə mg'dir də. 5-i vuracaqsan 10-a, o da eləyəcək 50. Ağırlığı 50 olmalıdır. Düşmə hündürlüyünü də tapmışam 20-dir. D variantı. Ağırlıq 0 olmur. Aha, əlavə yüklənməni hesablayın. Start götürərsə deməli, əlavə yüklənmə P mg plus A ilə hesablananda ortaya çıxır. Normalda sükunətdə olanda mg'dir. Onları bölürük. J üstəgəl A bölünsün J. Bu da eləyir 1 üstəgəl A böl J. A-nın da yerinə 2J qoy. 2J böl J. J'lər getsin. Cavab olacaq 3. 3 qat əlavə yüklənmə olacaqdır. Aha, qüvvə momenti M bərabər F-dir. Qüvvə ilə də qolla da düz mütənasib asılı olan bir kəmiyyətdir. Kökün altında watt vurulsun saniyə. Watt vur saniyə A bərabər NT düsturudur da. Yəni ki, gücü zamana vuranda joule verir. Joule-un açılışı da ki, A bərabər Fs-dən yadda saxlaya bilərsiniz. Newton vurulsun metrdir. Kiloqram vur metrin kvadratı da aşağıdadır. Newtonu açın. F bərabər MA-dan yadda saxlaya bilərsiniz. Kiloqram vur metr böl saniyənin kvadratıdır. Yanında bir dənə metr var. Aşağıda da kiloqramdan metrin kvadratı var. Bax, bunlar gedəcək. Bu da gedəcək. Qalacaq kökün altında 1 böl saniyənin kvadratı. Bundan da 1 böl saniyə çıxır. O da tezliyin vahididir. Tezlik də ki, N hərfi ilə işarə olunurdu. Vahid zamanda baş verən dövrlərin sayı idi. Yer ətrafında dairəvi orbitlər üzrə hərəkət edən süni peyklərin fırlanma periodları. Bax, radiusla mütənasiblik var da Kepler qanununa görə. Deməli, V bərabər kökün altında Jn bölünsün R-dir və V bərabər 2πr bölünsün T-dir. Bu düsturları bərabərləşdirək. Kökün altında Jn bölünsün R bərabərdir 2πr bölünsün T. Sonra kvadrata yüksəlt ki, kök getsin. Aha. 4 pi kvadratı r kvadratı böl t kvadratı. Buradan da görəcəksən ki, periodların kvadratları radiusların kubları ilə düz mütənasibdir. Odur ki, nə qədər uzaqda olsan, period da o qədər çoxdur. Bax, üçüncünün dəqiq orbitini verməyiblər. Yəqin ki, buradadır da, belə başa düşürəm. Ən uzaqda 3-dür, sonra 2, sonra 1. Ona görə də T3 böyük olacaq T2-dən, o da böyük olacaq T1. Yeri gəlmişkən, burada 1 böl saniyə üçün cavablarda bucaq sürəti də veriblər. Omega bərabər 2πn olduğuna görə bu bucaq sürəti də ola bilər. Tezlik də ola bilər. Yəni, testdə 2 dənə doğru cavab var. Alfa bucağın hansı qiymətində mexaniki iş maksimumdur? A bərabərdir F. Bilirsiniz, bu belədir də. Deməli, cismə əgər belə bir qüvvə təsir eləyirsə, M kütləli cismə həmin qüvvənin üfüqlə alfa bucağıdır da. Həmin qüvvənin 2 dənə proyeksiyası olur. Bax, bu F kosinus alfa olur. Bu birisi də ki, F sinus alfadır da, düzmü? Sonra bu cismə belə bir qüvvə təsir eləyəndə bu cisim sağa gedir. Hərəkət verən bu proyeksiyası olur. Ona görə də A bərabər olacaq. Yəni, F kosinus alfa vurulsun S. Yəni ki, Fs kosinus alfa. Məhz bu səbəbdən kosinus öz maksimal qiymətini 0 dərəcədə alır. 0 dərəcədə kosinus 1 qiymətini alır. Ona görə də işdə maksimum olur. Amma məsələn 90-da 0-dır, ona görə iş minimumdur, 0-dır və kör bucaq olanda isə mənfidir. Məsələn, sürtünmə qüvvəsinin işi mənfi olur. Cismin impulsu P-dir, qüvvə impulsun dəyişməsidir. Yəni delta P-dir. Aha, F delta T. Çevrəyə toxunan istiqamətdə. Bax, bu impuls sürətin qardaşıdır. Qüvvə impulsu təcilin qardaşıdır. Toxunan istiqamətdə yönələn budur. Mərkəzə doğru təcil kimi yönələn odur. Hər ikisi vektorialdır. Cismin kütləsi ilə sürətin hasilinə bərabər olan mv ilə tapılandı. Yəni 4. Kütlə ilə sürət. Qüvvə impulsu 10 götürənməzsən. Çünki qüvvə impulsu məsələn bərabər sürətlə hərəkətdə, axı mv ilə tapıla bilməyəcək bərabər sürətlə hərəkətdə. Qüvvə impulsunun dəyişməsi 0 olacaq. Bax, belə düşün. Sonra cismin kütləsinin sürətin hasilinə bərabərdir. Aha, qüvvə ilə onun təsir müddətinin hasilinə bərabərdir. Bu da qüvvə impulsu F-dir. Belə.
Onu göstərə də bilərəm. Deməli, delta P bərabərdir M delta V-dir. M qalsın delta V-nin yerinə də ki, A delta T yaz. Onda MA bizə F-i verdiyi üçün alırıq F delta T. Belə. Avtomobilin mühərrikinin gücünü dəyişmədən dartı qüvvəsini 2 dəfə azaltdıqda, deməli, N bərabərdir A böl T, o da bərabərdir Fs böl T. S böl T-nin yerinə V yazsaq F. İndi dartı qüvvəsini 2 dəfə azaltdıqda V-ni tapaq. O da olacaq N böl F. Belə bir düstur aldıq. Deməli, dartı qüvvəsini 2 dəfə azaldırıqsa, onda gücü dəyişmiriksə, sürət 2 dəfə artar. Dərsi asılıdır. Kinetik enerjisi isə sürət 2 dəfə artıbsa, YK bərabərdir MV kvadratı bölünsün 2-dir. Kinetik enerji 4 dəfə artar. İmpulsdakı P bərabər MV-dir, yəni sürətlə mütənasibdir. Ona görə impuls da 2 dəfə artar. Yəni 1, 4, 6. Deməli, tərpənən blokdur. Burada F qüvvəsi düşür. Onda bura 2F düşəcək. Momentlər qaydasını yazaq. 2F vurulsun. 2F-in qolu 6 damadır. 6 J10-dur. 6-nın da qolu 2 damadır. Buradan F-i tapa bilərik. 10 Newton alacağıq. Deməli, tərpənən blok 2 dəfə qazanc verir. Bu düzdür. Link 3 dəfə qazanc verir. Deməli, kütlə 60 Newton ağırlığa malikdir. Qüvvə də ki 10-dur. 60-a da 10-a böləndə bizə verəcək 6. Ya da ki qolların nisbəti ilə baxa bilərdiniz. Baxın, burada qol 6, bunun da qolu 2, o da eləyəcək 3. 3 dəfə qazanc verir. Sistem 4 dəfə qazanc verir. Yox, 2 vur 3. Sistem 6 dəfə qazanc verməlidir. 2 dənəsi birində, 3 dənəsi də birində. 3 dəfə də birində. Tərpənən blokda ipin sərbəst ucuna təsir edən qüvvə 5 Newtondur. Yox, mən tapdım ki, o 10 Newtondur. Aha, məndən səhvləri istəyirdi. Səhv 2-dir, 4-dür və 6-dır. Deməli, sürətin tənliyi belədir. V0 üstəgəl AT. Burada da bizdə veriblər 10 üstəgəl 2T. Yəni, başlanğıc V0 sürətimiz 10-dur. Təcilimiz də ki 2-dir. Yeyinləşən hərəkətdir. Cismin orta sürəti neçədir? Aha, 5 saniyə müddətində. Orta sürəti tapmaq üçün 5 saniyə müddətində gedilən yolu biz zamana bölməliyik. Yol üçün yaza bilərik V0T üstəgəl AT kvadratı böl 2. Və bunu da bir dənə T-yə bölək. Heç nə qalacaq V0 üstəgəl AT böl 2. Bax, bundan hesablaya bilərik. V0-ımız 10-dur, təcilimiz 2-dir, T-miz 5-dir. Bu da eləyəcək 15. Basalım. Yəni, biz S ümumini T ümumiyə böldük. Yeyinləşən hərəkətdə, yer dəyişmə də, yəni yolda həmin bu düsturla tapıla bilər. T-ləri apardım. Bu şəkildə aldım. Şaquli yuxarı cisim atılıb. V0 20-dir. Onda T qalxmanı tapa bilərik ki, V0 bölünsün J-dən, 20 bölünsün 10, o da eləyəcək 2. T uçuş da olacaq 4 saniyə. Aha, havanın müqaviməti nəzərə alınmır. Cismin maksimal qalxma hündürlüyü H maksimal V0-ın kvadratı bölünsün 2J ilə tapıla bilər, yaxud da JT qalxmanın kvadratı böl 2 ilə, yaxud da JT uçuşun kvadratı böl 8 ilə tapıla bilər. 20-nin kvadratı bölünsün 2 vurulsun 10, o da eləyəcək 20 metr. Ya da ki, sadəcə 5-15 ilə də deyə bilərdiniz ki, 20 metr eləyir. Potensial enerjisi neçəcə oldu? Y potensialda bərabər MGH ilə tapılır. M kütlə 100 qramdır. 100 vur 10 üstü mənfi 3. J 10. H-a da tapmışam 20. Cavab da olacaq 20 joule. Şaquli yuxarı istiqamətdə sabit V0. V. Yeyinləşən. Sabit 4 metr böl saniyə kvadrat. Hə, təcildir bu. 4 metr böl saniyə kvadratı təcillə yeyinləşən. Aha. 70 Newtondur. Yaxşı. Deməli, yuxarı istiqamətdə hərəkət edir. Yeyinləşən isə təcildə yuxarıdır. Onda MJ plus A-dır bizim tənliyimiz. O da bərabər 70-dir. Əlavə yüklənməyə məruz qalır. Kütləni də məndən soruşur. J 10-dur, A da ki 4-dür, bərabər 70. Buradan da kütləni tapacam. 70 bölünsün 14. O da eləyəcək 5. Belə. Yuxarı hərəkət eləyir deyə sürəti yuxarı qoydum. Bərabər yeyinləşən olduğu üçün təcil də sürətlə eyni istiqamətdə yönəlir və təcil yuxarı oldu. Onda da çəkinin düsturu MJ plus A-dır. Yer səthindən şaquli yuxarı atılmış cismin yerə çatan ana qədər potensial enerjisi. Potensial enerjinin düsturu MGH-dır. Yəni hündürlüklə mütənasibdir. Cisim şaquli yuxarı atılanda
göyə çatır müəyyən maksimal hündürlükdə bir an dayanır, sonra qayıdıb təzədən atıldığı nöqtəyə geri düşür. Yəni get-gedə əvvəlcə hündürlüyü artdığına görə potensial enerji artır, sonra azalır. Yəni D variantı. Kinetik enerjinin düsturu isə mv kvadratı bölü 2-dir. Sürətlə mütənasibdir. Bilirsiniz ki, yuxarı hərəkətdə mc aşağıdır, amma cisim yuxarı hərəkət edir deyə yavaşlayan hərəkət edir. Aşağı düşəndə mc də aşağıdır və cisim də aşağı hərəkət edir. Ona görə yeyinləşən olur. Yəni yuxarı hərəkətdə get-gedə sürət azalır, amma aşağı hərəkətdə get-gedə sürət artır. Ona görə kinetik enerji əvvəlcə azalıb, sonra artmalıdır. Və tam mexanik enerji havanın müqaviməti nəzərə alınmır deyə dəyişməyəcək, saxlanacaq. C variantı. Uçuş müddəti ərzində artır, uçuş müddəti ərzində azalır. Bunu deyə bilmərik axı. Ona görə ki, proses iki hissədən ibarətdir. Şaquli yuxarı, sonra şaquli aşağı. Ona görə bu A ilə B olmayacaq, heç birisinə aid olmayacaq yəni. Deməli, kütləsi M bərabərdir 4 kiloqram olan cisimdir. Sükunət vəziyyətindən başlayır, V0-ı 0-dır. İlk 10 saniyə ərzində əvəzləyici qüvvənin işini tapmağımızı istəyir. Gəlin, əvvəlcə qüvvələrin əvəzləyicisini tapaq, sonra işini taparıq. Deməli, F1-i proyeksiyalayaq. Bax, 3 dama yuxarı, 1 dama sola. Sonra F2-ni proyeksiyalamağa ehtiyac yoxdur. Zaten 3 dama ilə sağa görünür. F3-ü də proyeksiyalamağa ehtiyac yoxdur. 3 dama aşağıdır. Bax, bu yaşılla bu 3 dama bir-birlərini aparacaqlar. Geriyə qalacaq sağa doğru 3 dama, sola doğru 1 dama. 3-dən də biri çıxanda eləyir 2. Bölgülərin arası məsafə bərabərdir. Hər biri də 2 newtondur. Mən də almışam 2 vur 2 newton. Bu da eləyəcək 4 newton. Aha. Əvəzləyici qüvvə deməli 4 newtondur. 4 newtondur. Duralaq. F əvəzləyici vurulsun. S yazıram. F əvəzləyici qalsın. S-in yerinə AT kvadratı böl 2 yazıram. F əvəzləyici qalsın, onu bilirik onsuz da. A-nın yerinə F əvəzləyici bölünsün M, vur T kvadratı böl 2 yazıram. Oldu. Deməli, F kvadratı T kvadratı bölünsün 2. Fikir verin, impulsun düsturuna oxşuyur. P kvadratı bölünsün 2-yə oxşuyur elə. Kinetik enerjinin düsturudur. Aha, F neçədir? 4-dür. 4-ün kvadratı vur 10-un kvadratı bölünsün 2 vur 4. Bununla bu gedər. Bununla da bu getsə 2 qalar. Cavab da eləyəcək 200 newton. Yox, 200 joule. Biz iş tapmışıq. Yer səthindən şaquli yuxarı atılmış. Kütləni veriblər 200 qram, yəni 0,2 kiloqram. Aha, cisim verilib. Cismin düşmə müddətinin yarısında, düşmə müddətinin yarısında. Müddəti bu 4 saniyədir. Bunun yarısı hara düşəcək? Buralara bir yerə düşəcək. 4 ilə 8-in arasında bir yer olmalıdır. 6 yerləşir də burada. 6 saniyə. 4 ilə 8-in arasında elə bir ki 4 saniyənin yarısı 2 saniyə eləyir. O da ki bura düşür. Düşmə müddətinin yarısı ki 8-dən 6-nı çıxanda 2 saniyə qalır. Aha, 6 saniyə zaman anında potensial enerjinin, tam enerjinin potensial enerjidən neçə joule çox olduğunu tapmağımızı istəyir. Maraqlı sualdır. Deməli, gəlin tam enerjini tapaq. 4 saniyə bunun T qalxmasıdırsa, deməli, bu cismi neçə ilə atıblar? J T qalxma bərabərdir. 10 vur 4. Deməli, bu cismi 40 ilə atıblar. Kütləsini də bilirəmsə, tam enerjisini tapacağım. Y tam bərabər olacaq. MV0-ın kvadratı böl 2. 0,2. 40-ın kvadratı böl 2. 0,1 vurulsun. 1600. O da eləyəcək 160 joule. Aha, bu tam enerjisidir. Kinetikin maksimalı ya da ki potensialın maksimalı tam enerjini verir. İndi bax, burada biz onun potensial enerjisini tapmalıyıq 6 saniyə sonra. Gəlin təsvir eləyək. Nə baş verir burada? Deməli, bu cisim 4 saniyəyə qalxır. 5, 15, 25, 35. Sonra qayıdır düşür. 5, 15, 25, 35. Belə. Buradadır maksimum hündürlükdə. İndi 6 saniyə hara düşəcək? Bax, 4 saniyə sonra buradadır. Sonra 5, sonra 6. 6 saniyə buradadır. Ha, bu nöqtədədir. Nə qədər yerdən hündürdədir? Baxın, 25 ilə 35-in cəmi qədər hündürdədir. 25 üstəgəl 35. Bu eləyəcək 60. 60 metr hündürlükdədir. Potensial enerjisini tapaq onda. M, J, H. M 0,2, J 10, H da 60. Bu da eləyəcək 6 enerjidir.
120 də potensial enerjidir. Neçə joule çoxdur? 40 joule. Kütləni veriblər 50 kiloqram. Sürtünmə əmsalını veriblər 0,2. Gəlin sürtünmə əmsalını verib bir dənə sürtünməni hesablayaq. Mü mj'dən hesablayaq. Mü 0,2-dir, m 50-dir, j də 10-dur. Bu eləyəcək 100 joule, 100 newton. Sürtünmə. 100 newton tapdıq. Amma dartı 120-dir. Onda necə olacaq? Axı bərabər sürətlə hərəkət eləməlidir. Onda belə çıxır ki, 120, bu da 100-dürsə, nə qədər çatmır bura? 20 newton çatmır ki, sol tərəfdə, sağ tərəfdə 120 olsun, cisim üfüqi səthdə bərabər sürətlə hərəkət eləsin. Yəni 120 newton sağadır, bu da 100-dürsə, onda havanın müqavimət qüvvəsi 20 newton olmalıdır ki, əvəzləyici qüvvə 0 olsun.